Mən sizə bir şey bölüşəcəm, bunu çox adam bilmir. Bitkilər hiss eləyir, enerji olaraq. Mən təcrübəm bunu göstərir ki, bəzənlər bitkini tərbiyələndirirlər. Necə? Yəni, bitkini qorxuzmaq olur. Məsələn, elə olub ki, buna özüm şahid olmuşam, bitki gül açmır. Dəfələrlə, yəni, dərmanlı suyunu verirlər, bitki gül açmır. O zaman nə edirlər? Bitkini qorxuzurlar, stres yaşadırlar. Bir əlinə alır bıçağı ya baltanı və bitkiyə deyir ki, gül açmasan, mən səni kəsəcəm ya da yəni, tələf edəcəm. Bitki inanın mənə bir həftə ərzində başlayır gül açmağa. Yəni, buna özüm şahid olmuşam. Yəni, bu inanmaya da bilərsiniz, amma reallıqdan danışırıq. Çünki bunlar canlıdır, bunlar enerji olaraq hiss edirlər. Hətta belə bir məqalə də var idi. Fransada bir hadisə baş verib. Deməli, bitki vasitəsindən evdə olan cinayətçiləri tapıblar. Bir qoca kişi bir qəsəbədə qalırmış və evini qarət ediblər və kişini də belə deyim də öldürüblər. Dolayı olan evdə də heç nə olmuyor. Şübhəli şəxs kimi bir 4 nəfər saxlayıblar.